Sizə ilk öncə məlumat vermək istəyirəm bu seminarlardan. Bizim şöbəmiz, yəni əlavə təhsil, təcrübə və karyera şöbəsidir. Burada bilən tələbələr də var, tanıyıram əksəriyyətini, bilməyənlər də var. Onlar üçün məlumat verəcəm qısa olaraq. Deməli, bizim şöbəmiz karyera inkişafı, karyera planlaması kimi bir çox fəaliyyətlərə dəstək olur. Bu nə deməkdir? Biz sizin karyera inkişafınızda sizə dəstək olacaq. Bizim sosial şəbəkəmiz var. İlk öncə bunu deyim. Facebookda ADU Tələbə Karyera İnkişafı. Instagramda isə ADU aşağıdan xətt karyera səhifəsi. Maraqlısınız, izləyərsiniz. Orada təcrübə proqramları paylaşılır. Bütün fakültələr üçün, bütün ixtisaslar üçün olan təcrübə proqramları var. Qoşula bilərsiniz. Ödənişsiz formada da var, ödənişli formada da var. Sizə hansı uyğun olsa da qatıla bilərsiniz. Daha sonra vakansiyalar var, iş vakansiyaları paylaşılır. Tələbələr üçün yarım ştat işlər olur. Əlbəttə ki, məncə bu bir çoxuna faydalı olar. Sizə maraqlıdırsa, sosial şəbəkə hesabınızı izləyərsiniz. Sizə maraqlı olan vakansiya və təcrübə proqramlarına qoşula bilərsiniz. Və biz tez-tez bu formada tələbələrə faydalı olacaq şəkildə seminarlar və bir çox təlimlər təşkil edirik. Həmçinin sizə maraqlıdırsa, həmin təlim və seminarlara da qoşula bilərsiniz. Otağımız təhsil binasında 1-ci mərtəbə 2-ci otaqdadır. Hər birinizi orada görməkdən şad olaraq, kimin də sualı varsa, gəlib bizə sual verə bilər. Bu işlər Cəmilə xanım, Cəmilə Məmmədova və mən Leyla xanım məşğul oluruq. Bu formada müraciətlərinizi də eşitməyə hər zaman hazırıq. Və bugün Beynəlxalq Tədris və Elmi İnkişaf Akademiyasının rəhbəri bildiyiniz kimi Orxan Əliyev sizinlə öz təcrübələrini bölüşəcək, təcrübə proqramları barəsində danışacaq. Həmçinin isə karyera planlamasından, karyera inkişafınızda da maraqlı söhbət edəcək sizlə. Ümid edirəm, maraqlı olar. Çox sağ olun. Bugün burada bütün bu tədbirə qatılan yoldaşların hamısını səmimi qəlblə salamlayıram və öz təşəkkürümü bildirirəm ki, vaxtlarını, dəyərli vaxtlarını bu tədbirə ayırıb, gəlib burada bizi dinləyirlər. Eyni zamanda mən özümə borc bilirəm ki, Tədris və Karyera Mərkəzindən Nəsir müəllimə, Leyla xanıma və Cəmilə xanıma bizimlə Beynəlxalq Tədris və Elmin İnkişafı Akademiyası ilə əməkdaşlıq etdikləri üçün və tələbələrə universitetə inkişafda, tələbələrin karyera inkişafında irəliləyişlər üçün bu imkanı yaratdıqlarına görə başda Nəsir müəllim olmaqla Leyla xanıma və Cəmilə xanıma öz təşəkkürlərimi bildirirəm və borc verirəm. İnşallah yoldaşlar, biz bugün burada əlimizdən gəldiyincə səmimi bir söhbət eləməyə çalışacağıq. Çünki bu akademik bir seminar deyil və yaxud da burada elmi bir konferans olmayacaq. Sadəcə iş dünyası ilə təhsil mərkəzlərində yetişən tələbələrin arasında bir köprü, yəni karyera inkişaf, şəxsi inkişaf köprüsü yaratmağa çalışırıq. Burada çıxış zamanı hər kəs istənilən bir yoldaş öz fikrini, suallarını bildirər bilər və bu bizim üçün çox önəmlidir. Çünki hər bir fikir və ya sual bizim üçün çox dəyərlidir. Mən özüm ismim Orxan Əliyevdir. Moskva Beynəlxalq Universitetinin 69 tələbəsiyəm və bu mənim artıq 3-cü ay təhsilimdir. Bundan əvvəl Türkiyə Dövlət Universitetində biznes idarə olmasını və Bakı Azərbaycanda İslam fəlsəfəsində tarix oxumuşam. Həm xaricdə yaşadığım, həm də Azərbaycanda çalışdığım dövrdə tələbələrin keçirmiş olduqları iş dünyasına, yəni həm oxuduqları müddətdə, həm də universiteti bitirdikdən sonra karyerada qarşılaşdıqları və keçirmiş olduqları çətinliklərin bir çoxunu mən də Azərbaycanda olan yoldaşlar kimi görmüşəm. Amma onu da bilmək lazımdır ki, insan özünə nə qədər çox inanarsa və qarşısına məqsəd qoyarsa, onun qət edə bilməyəcək heç bir çətinlik və ya baryer yoxdur. Və eyni ilə də biz Beynəlxalq Tədris və Elmin İnkişafı Akademiyası olaraq Azərbaycanda
təhsilin, karyeranın, inkişafın, innovasiyanın və bir çox əsas stratejik əhəmiyyətli hədəflərin inkişafı üçün əlimizdən gəldiyincə imkanlarımız daxilində önəmli addımlar atmağa çalışırıq. Eynilə də Cənab Prezidentimizin yürütdüyü siyasətlə gedirik və biz Gənclər Qurultayında, 4-cü Gənclər Qurultayında da Cənab Prezidentin bildirdiyi kimi Azərbaycan gəncliyi üçün karyera, innovasiyalar, texnologiyalar və digər inkişaf amilləri çox önəmlidir və bu bizi beynəlxalq mövqedə gücümüzü möhkəmləndirəcək və hər bir gəncimiz üçün parlaq gələcək yaratmağa imkan yaradacaqdır deyə bildirmişdir və biz də Cənab Prezidentimizin bizə yön verdiyi və göstərdiyi strategiyalara irəliləyərək əlimizdən gəldiyincə bu gənclərə dəstək olmağa çalışırıq. Fəaliyyət dövrümüzdə dünyanın bir çox yeri ilə biz onlayn təhsil imkanları yaratdıq. Yəni, bir çox sahədə biz kurslar və seminarlar təşkil elədik. Amma əlbəttə işlədiyimiz dövrdə irəlilədikcə biz də gördük ki, təhsildə də, karyerada da çox böyük inkişaf ola biləcək önəmli mövqeylər var. Bizim əsas tədris sahəmiz indiyənə kimi olubdur. Psixologiya sahəsi, ümumi psixologiya sahəsi, şəxsi inkişaf, ümumi psixologiya ilə bağlı bir çox sahələr bizim əsas tədris sahələrimiz olubdur. Amma indi onunla da yanaşı həm də mənim öz şəxsi bacarıqlarımla və şəxsi çalışmalarımla da üstə düşdükcə görürük ki, digər sahələri biz tədris mərkəzimizdə əlavə edirik, genişləndirmək istəyirik. Çünki dövr, yəni müasir dövr artıq innovasiyalar və texnologiyalar dövrüdür. İnsan yetişdiyi zaman əlbəttə onun üçün həm kamillik olaraq özünü inkişaf da önəmlidir. Eyni zamanda onunla bərabər dövrün istiqamətini tutmaq və dövrün nəbzini tutmaq da önəmlidir. Ona görə biz həm də indi birazdan slaydlar gedəcək. Slaydlarda biz həm xariclə olan akkreditasiyalarımızdan da danışacağıq, əməkdaşlıqlarımızdan da danışacağıq. Biz başladığımız dövrdə, fəaliyyətə başladığımız dövrdə ilk Türkiyə ilə başladıq tədris verməyə, seminarlar, kurslar tədris verməyə. Daha sonra çalışmalarımızı irəlilətdikcə daha geniş spektrə, daha geniş coğrafiyaya yayılmağa başladıq. İndi hal-hazırda ABŞ, Avropa, Orta Asiya, Rusiya və Avropanın bir çox şəhəri ilə onlayn tədris üzrə bir çox pozitiv, önəmli tədris kurslarımız vardır ki, onları keçirik. Eynilə də Azərbaycanda da bizim tələbələrimiz olmuşdur və qatılımlar olmuşdur, amma ilk başlayandan biz daha çox xaric ilə işlərimizi yürüdürdük. İndi isə istəyirik ki və labid görürük ki, əgər bizim çalışmalarımızı xaricdə dəyərləndirirlərsə, eynilə bizim üçün vicdani və mənəvi borcdur ki, öz vətəndaşlarımıza, öz həmyerlilərimizə, həm öz insanlarımıza əlimizdən gəldiyincə dəstək vermək və Azərbaycanın da bir çox dünyadakı digər fəal olan qurumlar, tədris üzrə fəal olan qurumları kimi bizim də qlobal dünyaya çıxarda biləcəyimiz tədris platformu və tədris markamızı olacağına inanır və biz bunu hədəfləyirik. Ona görə də universitetlərlə əməkdaşlığı önəmli bilirik. Önəmli bildiyimiz üçün həm də tələbələrin də həm universitetdə təhsil aldıqlarla, həm bitirəndən sonra karyeradakı çətinliklərini gördük və onunla hamısının birləşməsindən biz staj və təcrübə proqramı yaratmağa qərara gəldik. İndiyənə kimi hər iki çalışmalar çox pozitiv qiymətləndirilir. Akkreditasiya, IPM International Practitioner of Holistic Medicine
Londonda olan mərkəzdir. Sonra Opşirasiski, Liga, bunlar hamısı dünyanın bir çox yerində önəmli tədris üzrə, təhsil üzrə önəmli mövqe tutan mərkəzlərdir ki, bizimlə qarşılıqlı əməkdaşlıq edirlər. Bu əməkdaşlıq nədir? Yəni, bizim tədrisimizin zənginliyini onlarla qarşılıqlı əməkdaşlıqda zənginlik yaradılır ki, tədrisimizdə qatılan hər bir fərd, tələbə olsun, istər sadəcə şəxs olsun, ən unikal tədris vasitəsilə, yəni kursları alsınlar. Hansı ki, bu kurslar içərisində həm praktiki, həm də teorik təlimlər olur. Mənə maraqlıdır, məsəl üçün, indiyənə kimi staj eləyən, təcrübədən keçən yoldaşlar olubmu? Və yaxud da təhsil platformları ilə maraqlanan yoldaşlar olubmu? Özünü inkişafla maraqlanan yoldaşlar olubmu? Və yaxud da sizin belə yəni bununla bağlı, karyera ilə bağlı maraq dairəniz nədir? Yəni, suallar falan varsa, istəmirik ki, biz biraz daha istəyirik, səmimi olsun ki, çıxış kimisə sualı və ya fikir varsa, bildirə bilər. Ondan sonra davam edelim. Əgər bu qədər sual yoxdursa, sosial fəaliyyətə toplanan layihələr, akreditasiya incəliğimizin ümumi sağlamlığı baxım üçün əlindən gəldiyincə ötürə verməyə və əlindən gəldiyincə imkanlarından istifadə edərək sosial əhəmiyyətli layihələrə önəm verir. Bunlardan biri də antisipet layihəsi olmuşdur. Biz bu layihəni yazanda, yəni qlobal krizis dövründə, istər COVID-19 olsun, istər ekonomik krizis dövründə olsun, şəxslərə özlərinə yardım üçün bir paket layihəsi idi ki, bu layihəni gerçəkləşdirəndə istəyir iş qurumlarında, istəyirsə ki, sadəcə sıravi vətəndaşlar üçün onları qlobal kriz zamanı olan bir çox sosial-psixoloji problemlərdə qorunmaq və sağlamlığın bərpası, burada həm zehni bərpa gedir, həm də onun təsirinə, fiziki sağlamlığa təsirindən gedir. Və biz bu layihəni yazanda, açıqcası layihəni yazan əsas insan mən özüm idim. Məqsədim sadəcə insanlara faydalı olmaq idi. Yazdıq, üzərində çalışmalar getdi. Bizim indi Elmlər Akademiyası ilə də əməkdaşlığımız var, orada çalışan elmi işçilərlə də əməkdaşlığımız var. Onlardan da bir bununla bağlı fikir aldıq. Və biz bu layihəni dünyanın bir çox yerinə göndərdik ki, dəyərləndirmədən keçsin və ilk dəyərləndirmə o zaman Rusiyadakı ən yüksək liqa tərəfindən oldu. Hətta bunu Dumada dəyərləndirdilər. Açıqcası, mən səmimi danışsam, bizim Azərbaycandakı komandamız çox say olaraq azdır. Xaricdən bizlə əməkdaşlıq edən insanlar və qurumlar var və biz bu işlərin hamısını çatdıra bildik. Məsələn, Özbəkistandan Ailə və Sağlıq Bakanlığı deyilir. Onun rəhbərliyindən bizə məktub gəldi ki, biz bunu dövlətimizdə, qurumlarımızda və sıravi insanlar üçün eləyə bilərik, çünki sosial əhəmiyyətli layihədir. Tədris proqramının ətraflı təqdimatını götürdükdə, yəni bizim tədris strategiyamız həm texnologiya və indi həm innovasiya yönümlüdür və biz çalışırıq ki, həm texnologiyanı, həm təhsili, həm də innovasiyanı və eyni zamanda da ki, cəmiyyətə faydalı ola biləcək işləri gerçəkləşdirək. Bununla da bağlı bizim məsələn, indi hal-hazırda üzərində çalışdığımız layihə tədris platforması üzərində layihədir. Dünyadakı bir çox tədris üzrə platformaları araşdırılır, onların çalışma mexanizmlərini araşdırılır. Bizim özümüzdə Azərbaycandan da bir çox tələbə var ki, məsələn, Coursera, edX, Metodology, Bitcoin kimi şirkətlərdə
olması hələ ki yoxdur. İnşallah ki, bundan sonra da gələcəkdə biz öz mövqeyimizi tutmağı planlaşdırırıq. İcazə versəniz, mənim bir sualım var. Bəli, buyurun. Belə deyim, hal-hazırda məsələn mənim marketinq sektorunda, satış sektorunda təcrübələrim olub və yaxud da bank sektoru deyək. Hal-hazırki dövrdə soft skilllər daha önəmlidir. Yəni iş psixologiyası. Nəinki savad, ən birinci işə alanda, bir karyera dəstəyi alanda bir şəxsin psixologiyasına baxırlar ki, bu mühitə uyğundur. Yəni onun savadı ən sonuncu nəzərə alınır hətta. Yəni sizdə bu yönlü hər hansı bir dəstək varmı, bir kurs varmı? Azərbaycanda eşitdiyimə görə hələ bu yaxınlarda yanmış sadəcə bir dənə soft skill kursu var. Sırf iş mühitinə hazırlayan şəxsləri. Yəni bu sahədə siz nələr edirsiniz? Ümumiyyətlə belə bir dəstəyiniz varmı? Çox təşəkkür edirəm. Buyurun. Sual gerçəkdən çox maraqlı idi. Bilirsiniz, əslində doğru vurguladınız. İndi cəmiyyətdə müsbət bir çox iş görən şirkətlər, təhsil müəssisələri var. Onları da biz alqışlayırıq. Amma bəzən o dediyiniz kimi iş mühitində bəzən olur ki, insanın şəxsi bilikləri biraz daha geriyə keçmiş olur. Amma bizim vurgulamaq istədiyimiz, aşılamaq istədiyimiz odur ki, yəni çalışma mühitində əsas olan insanın həm şəxsi keyfiyyətləridir, həm də bir də bacarıqlarıdır. Yəni, tutaq ki, şirkətə bunu artıq bütün dünya belə qavrayıb. İnşallah ki, Azərbaycanda da biz inanırıq və görürük ki, bir çox inkişaf var, biz də o istiqamətə yavaş-yavaş addımlayırıq. Amma böyük irəliləyişlər olacağına inanırıq. Bilirsiniz necədir? Məsəl üçün, bizimlə işləyən insanlar, yaxud da bizim ətrafımızda işləyən insanlar görür ki, biz şəxsən heç bir belə deyək ki, hər bir fikri dəyərləndiririk. Hətta o bizim çalışmalarımızla bağlı ola bilər ki, bizimlə çalışan insanlar bunu məsəl üçün bir fikir bildirir. İradlar, yəni irad olaraq dəyərləndiririk və yaxud da sual olaraq, fikir olaraq dəyərləndiririk. Bu şirkətin özünü böyük inkişaf yaradır. Çünki əgər bir yerdə özünü tənqid yoxdursa, o şirkət heç bir zaman inkişafa doğru gedir. O dediyiniz çox düzdür ki, bəli, bir çox şirkətdə nə qayda qanunlar varsa, yəni bir qəribləşmə varsa, ən böyük bizim vurgulamaq istədiyimiz odur ki, biz çalışırıq ki, həm kurslarımıza qatılan tələbələrdə, həm də bizimlə çalışan insanlarda o çərçivədən qıraq çıxıb, çərçivə daxilində düşünməsinlər. Çərçivə daxilində ancaq çalışmağı fikirləşməsinlər. Yəni, əzbərlənmiş bir qanunlarla tam olaraq hərəkətə keçirməsinlər. Çünki bu zaman, bilirsiniz necə, bir düşüncəni, bir insanı o çərçivəyə tam şəkildə daxil edəndə heç bir şəkildə o adamdan fayda əldə etmək olmur. Hətta o şirkət özü də irəliləyə bilir. Buna misal olaraq, məsəl üçün, Google-dır, Apple-dır, Microsoft-dır, IBM və özəlliklə bizim də çox bəyəndiyimiz Tesla şirkətidir ki, onlar heç bir zaman çərçivəyə çalışanlarını daxil etmirlər. Hətta mənim şəxsən özüm belə deyək ki, fikir alış-verişində bulunduğumuz şirkətlərdən birisi Google şirkəti idi ki, biz dedik ki, yəni Google şirkətindən bizim 2 il bundan öncə bir danışıqlarımız oldu ki, belə biz bir platform yaratsa necə olar, dəyərləndirmə olarmı, onlar çox müsbət qarşıladılar. Biz əsas məsələ budur. Yəni, hər zaman yeniliklərə açıq olmaq bu inkişafa addımlayacaq bir yoldur. Dediyiniz şəkildə əlbəttə, yəni şəxsi inkişaf da önəmlidir ki, insan özündə o biznes psixologiyası. Bizim kursumuzda akademiya, biznes psixologiyası keçilir. Amma dünyada, bu dünyada hər, yəni belə deyək ki, bizim ölkədə də hər zaman olan kurs deyil, biznes psixologiyası, xüsusi iş psixologiyası, komandayla çalışmaq, bunlar hər müəssisədə olmur. Biz eləyirik, hətta xaricdən qatılımlar olur. Yəni, bizim tələbələrimiz olur ki, məsəl üçün, İsveçrədə PhD müəllimləri, PhD üzrə adam çalışmalar edib, bizim sizdə qatılıbdır. Yəni, belə bir şey nəticə, mən indi bu, deyək, real həyatdan praktiki yaşanmış bir şey deyəcəm sizə, bunu tam səmimi deyəcəm. Əgər yaxşı nə isə düzəltmək istəyirsinizsə,
və qarşınızda bir hədəf qoymusunuzsa, o hədəf nə qədər çətin olsa da, siz mütləq bir iş ortaya çıxardırsınız və zənginlik yarada bilirsiniz. Hətta ən məhdud imkanlarla belə olsa, yəni ən məhdud imkanlar. Əsas olan odur ki, səmimi danışsaq, insan ilk öncə özünə inanmalıdır, ondan sonra hədəfinə doğru irəliləyə bilər. Sokratın bir dənə fəlsəfi bir hekayəsi var idi. Sokratdan gəlib, orada soruşurlar ki, bir şəxs soruşur ki, mən necə ola bilər ki, sizin kimi mən də istəyirəm, məşhur bir filosof fəlsəfə üzərində mütəxəssis fəlsəfəçi olur. Sokrat deyir, tamam ki, gələrsən bir yaxınlaş, mən sənə izah edəcəm. Qısa deyəcəm, işte yoldaşı bir dəfə yaxınlaşdırıb, yoldaşı suya batırıb, bir yaxınlaş, yəni bədənin bir hissəsi suya batırıb, daha sonra biraz daha yaxınlaş. Gələn adamın bu dəfə, yəni o fəlsəfəni öyrənmək istəyən insanı suya bütöv batırır. Bir neçə dəqiqə nəfəssiz saxlayır, sonra buraxır. Yoldaş deyir, mən sənə fəlsəfə öyrənməyə gəlmişdim. Mən istəyirdim sənin kimi peşəkar bir fəlsəfəçi olur. Niyə görə məni sən burada qovursan? Deyir, yox, bilirsən nədir? Mən sənə artıq göstərdim ki, sən necə mənim kimi ola bilərdin. Necə? Sən yaşamaq üçün nə etdin? Nəfəs almaq. Düzdürmü? Mənim üçün də fəlsəfə deyir, yəni nəfəs almaq qədər dəyərli bir şeydir. Biz çalışmışıq, yəni biz işlərimizdə, çalışmalarımızda bir çox işimizi nəfəs almaq qədər önəmli görək. Yəni nəfəs almaq qədər dəyərli gördüyümüzdə o zaman siz inanın ki, öz işlərinizdə bir çox uğuru əldə edə biləcəksiniz. Yəni mənim səmimi danışsaq, çünki mən istəyirəm ki, keçən dəfə biraz daha monoloq şəklində oldu. Bu dəfə daha insanlarla səmimi danışmaq istəyirəm, hər kəsin suallarını qəbul etmək istəyirəm. Yəni, ən böyük hədəfim odur ki, biz öz yaşadığımız iş dünyasında olan həm müsbət bacarıqları insanlara göstərmək, aşılamaq, onlara ümid vermək, həm də ki, mənfilərin üzərinə necə gələcəklərini öz yaşantılarımızdan anlatmaq. Bir çox tələbə mən görmüşəm, özüm də real həyatda ki, universiteti bitirir, deyir ki, məsəl üçün, iş yoxdur, iş tapa bilmirəm, iş heç bir şəkildə tapılmır. Bilirsiniz necə? İnsan birinci özünü kodlaşdırmağa başlasa, düşüncələrini kodlaşdırmağa başlasa ki, heç nə yoxdur, heç nə edə bilmir, heç nə alınmayacaq, o insan heç bir şəkildə heç nə eləyə bilməz. Amma hər gün sən özünü müsbət şəkildə, müsbət kodlasan ki, mən müəyyən çətinliklərin üstəsindən gələcəm, mən özümə inanıram və inanın ki, aşağı edilməyəcəyini çətinlik olmayacaq. Hətta bizim praktikamızda bir gəlsə həyatda bir şey olmuşdur. Bu bir necə xaricdən tələbələr olmuşdur. Çox gözəl ölkədə yaşayırlar. Amma biri İstanbul'da yaşayırdı, biri digər Almanya'da yaşayırdı. Amma yaşadığı mühiti tam, yəni o bacarıqlarını, keyfiyyətini, infrastrukturunu yoldaş öz düşüncələrindən çıxarmış deyildi ki, iş yoxdur. Mən özümü, birincisi iş yoxdur, ikincisi mən özümü göstərə bilmirəm, özümü dəyərləndirə bilmirəm. Biz əlimizdən gəldiyimizdə, yəni müəssisə olaraq yox, insan olaraq da o yoldaşa anlata bilir ki, sən əgər doğru yerdə özünü görsən, doğru yerdə özünü qiymətləndirsən, sən istədiyin işi də tapacaqsan, istədiyin mühitə də gedəcəksən. İnanın, həmənsi gün yoldaş işi tapdı və o turizm sahəsində bir ortaya müdür işləyir. Yəni, insan həyatını bir günün içərisində müsbətə də dəyişə bilər, mənfiyə də dəyişə bilər. Əsas odur ki, o yolu doğru seçməkdir. Yəni, bu şəkildə. Sonra bu Courseradır. Bu platformalar bizim araşdırdığımız platformalardır. Buyurun. Necə? Sırayla. Sualınız var. Təşəkkür edirəm, Axan bəy. Mən Fidan Fərzəliyeva. Sualım belə olacaq. Bayaq antivirus layihəsi haqqında danışdınız və o layihəni təqdim elədiniz, qəbul olundu. Bilmək istəyirdim ki, o layihəni insanlar arasında necə yaydınız və layihənin nəticəsində insanların geri dönüşləri, rəyləri necə oldu? Yəni, təəssüratları necə oldu? Tamam. Biz o layihəni belə deyək ki, əlimizdəki imkanlar səviyyəsində
İlk öncə biz bu layihəni, antistres layihəsini Türkiyədə keçən il dəfəm zəlzələ vaxtı elədik və elan verdik, müəyyən ondakı bizimlə əməkdaşlıq edən insanlar da var ki, məsələn, İstanbul Teknik Üniversitetinin öyrətmənliyi ya bizim öz səhifəmizdəki belə bir antistres layihəmiz var. Bir gün ərzində seminar olacaq. Bunun içərisində meditasiya, özünü müsbətə kodlaşdırma, mənfidən təmizləmə, bir çox şey var yəni onun içərisində. Belə bir keçirdik biz. Keçirdiyimiz zamanı yüzlərlə insan tam ödənişsiz qatılım elədilər. Sonra onlardan feedbacklər, geri dönüşlər vardı. Yəni, belə deyim ki, biz gözlədiyimizdə müsbət, daha da fazla müsbət geri dönüş aldı. İnsanlar bunun davamlı olmasını istəmirlər. Biz indi dediyim kimi, komanda çox böyük olmadığı üçün imkan dairəsində edə bilirik. Zəlzələ vaxtı qatılımcılara çox müsbət təsir göstərdi o antistres layihəsi. Antistres layihəsində çox maraqlı bir məqam var. Maraqlı məqamı arasında ki, biz bu layihəni araşdıranda dünyanı da araşdırırıq. Məsəl üçün, layihəni yazan insanlar olduğuma görə, 70% yazan insanlar olduğuma görə, məsələn, Harvard Universitetinin araşdırmalarını nəzərdən keçiririk, digər Stanford Universitetinin araşdırmalarını nəzərdən keçiririk ki, insan ən çətin mühitdə, stres altında necə reflekslər göstərir, düşüncələr edir. Biz layihəni bitirib, dediyim kimi, zəlzələ ya digər zamanı insanlara təqdim etdiyimiz zaman ki, geri müsbət dönüşdə vardı. Biz bu layihəni eyni zamanda Kalgari'də, Kanada Kalgari'də Kanadanın araşdırmaları mərkəzi var. Orada mərkəz var, həm psixoloji bu negativlikləri araşdırılır, həm də insanlara sosial yardım edirlər. Onlara da göndərdik. Onlardan gələn bizə tam səmimi olaraq geri dönüş oldu ki, biz müəyyən eləmək istədik, neçə nəfər bir komanda bunu yazıbdır və tam olaraq nə qədər vaxtsız bunu analiz eləmişsiniz. Bizim araşdırdığımız, deyək ki, araşdırdığımız universitetlərin, yaxud da elmi araşdırma mərkəzlərinin biz, belə deyək ki, nəticələrini araşdırıb, bu proyekti gətirmişdik. O universitetlər özləri hətta inanmırdılar ki, yəni bunu böyük bir komanda hazır edirlər. Buradan nə ortaya çıxa bilir? İnsan nəsə həyatda pozitiv bir şey eləmək istəsə, istəyir öz şəxsi həyatı üçün, işi üçün, gələcək hədəfləri üçün mütləq şəkildə gerçəkləşdirə bilər. Əgər ki, disiplinli, proqramlı, özünə inanlı, yəni işini dəqiqliklə, hədəfinə doğru, stabil şəkildə yürüsə. Belə bir şey. Mən təşəkkür edirəm. Gerçəkdən mənim üçün hər bir sual burada dəyərlidir. Fikirləriniz dəyərlidir, iradlarınız da dəyərlidir. Kiminsə sualı varsa, məsəl üçün mənə maraqlıdır ki, gələcəklə bağlı, burada oxuyan yoldaşlar, hədəfləri bağlı, karyera ilə bağlı, stajla bağlı, işlə bağlı, yəni istəyən olsa fikir verə bilər. Və yaxud da siz iş dünyasından nə gözləyirsiniz, yəni necə bir yerdə çalışmaq istəyirsiniz. Əsas odur ki, o tam hər şeyi çərçivədə düşünməyəsən də, ola bilər insan deyə bilər ki, mən istəyirəm ki, universiteti bitirdikdən sonra IBM şirkətində məsələn. Yəni fikirləriniz mənə bağlı, yəni hədəfləriniz mənə bağlıdır ki, biz bunu dəyərləndirək, yəni dəyərləndirək. Çünki biz belə bir fikir var, gələcək nə gətirir, onu heç kəs bilir. Əgər siz özünüzlə bağlı planlar və gələcəyinizlə bağlı, özünüzlə bağlı müsbət fikirlər, müsbət planlar tutsa, inan ki, o gələcək bir çox müsbət bir şey gətirirsə. Əsas, yəni, addımlamağa başlamağa seçilməlidir. Sual verirəm. Deməli, o birinci sual verən xanıma mən çox təşəkkürümü bildirirəm. O sual çox pragmatik bir sual idi. Sual bundan ibarət idi ki, yəni bilirsiniz necədir? Yəni hər bir tələbənin sözü yoxdur. Yəni bu elm yolunu tutub gələn insanın bir məqsədi var. İntellektinin, yəni tələbənin intellekti onun əmtəsidir. Hər bir əmtəni çıxartsın, bazara satsın. Sizin və ya psixologiyadan danışsınız, çox gözəl. Bunları hamısı qulağa çox xoş gəlir. Amma biz bugünkü gündə nahar eləyəndə psixologiyanı stolun üstünə qoyub onu yeyə bilmirik. Çünki konkret lazımdır hər bir insana. Sizə sualım budur ki, siz bu araşdırılmalar mərkəzi, həmin o əmtəni, o elmi əmtəni, deməli, transformasiya eləyərək intellektual mülkiyyəti, bazara çıxarılmasında hansı işlər görür? Yəni,
həmin o intellektual mülkiyyəti, həmin o əmtəni. Çünki mən özüm də tələbəyəm, həm Dillər Universitetinin tələbəsiyəm. Amma bundan əvvəlki mən sosial layihələr həyata keçirmişəm, bundan əvvəlki mən sosial işlər gördüyümə görə konkret heç bir insanı belə götürək də, yəni kitabla yanaşı belə digər məsələlərlə maraqlandırır. Yəni bir çox dünya dövlətlərində, Avropa olsun, Asiya olsun, belə bir anlayış var. Deməli, qısa, yəni ona gətirəndə qısa yəni deməli, siz Türkiyədə təhsil almışsınız, orada işləmişsinizsə, orada iş verənlər birliyi var. Onların məqsədi nədir? Onların sosial layihələrində nələr nədir? Yəni işə götürənlər həmin o əmtə sahiblərinin arasında bir transformasiya təşkil etmək. Sizin bu birliyi, sizin bu təşkilat, o transformasiya sahəsində hansısa bir işlər görürmü? Yəni bu əmtəni, məsəl üçün burada oturan bütün tələbələrin hamısı, mən də içində daxil olmaqla mən öz əmtəmi satmaq istəyirəm. O intellektual mülkiyyətini satmaq istəyirəm. Onu necə satır? Hansı formada satır? Yəni bunu yəni söhbət mən obraz intellektual mülkiyyəti. Bir də əmtənin özü bir intellektual mülkiyyəti. Çünki o gözlə görünür. Amma insana xas bir şeydir. Yəni bunun bazara çıxarılıb satılması istiqamətində, yəni bunu bir işə götürənə təqdim olunması istiqamətində hansı işlər görürsünüz? Konkret sual. Tamam, sizin sualını cavablandıracağım, amma bir çox perspektivdən sualınızı verdiniz. Yəni mən bunların hamısını deməli... Əslində bir sual kimi verdiniz, amma bir çox perspektiv. Karyerada işə götürənə yönəlmə konkretlik tələb edir. Bildim. Pragmatizm deyil. Bilirim mən. Biz necə? İndi sualınızı çox dəyərləndirirəm. Qatıldığım tərəflər də var, qatılmadığım tərəflər də var. Məsəl üçün, psixologiyanı əgər bir insan müəyyən dərəcədə, yəni deyək ki, bilməsə, o dedi o psixologiyanı həkim olub, sonra necə deyil olur. Psixologiyanı bilməsə, heç bir mühitdə, heç bir komandada, dünyanın heç bir yerində, istər Azərbaycanda olsun, istəyirsiniz Avstraliya, Sidneydə olsun, istəyir ABŞ Boston'da olsun. Heç bir mühitdə çalışa bilməyəcək. Çünki işin öz psixologiyası var. Komanda ilə çalışmaq psixologiyası ayrıdır. Bir də şəxsin öz psixologiyasıdır, o da başqa bir məsələdir. Onu götürdükdə biz nələr edildikdə, biz dediyim kimi əlimizdən gəldiyimizə, imkanlarımız daxilində sosial olaraq faydalı olmağa çalışırıq. Platforma nə edəcək deyə soruşursunuzsa, platforma. Tamam. O bizim belə deyək, platformanı biz indi, yəni yeni bizim layihəmiz üzərində çalışırıq. Biz indiyənə kimi əlimizdə olan alətlərdən istifadə edərək kurs və seminarlar veririk. Yəni traditional, yəni gələneksel olan alətlərdən istifadə edəmişik. Amma indi platformaya keçəndə isə bizim o dediyiniz bir şey var ki, əlbəttə hər bir universiteti bitirmiş və yaxud da universitetdə təhsil alan gənc o platformada kursu bitirib daha tez şəkildə işlə təmin ola bilər. Onu nəyə misal çəkim sizə? Məsələn, Geekbrains şirkətini misal çəkə bilər. Geekbrains şirkəti. Hansı ki, mənim də oxuduğum universitetdə onun yönetimində olan insanlarla yəni bir yerdə çalışmışam. Onlar da eyni universitet, yəni mənlə eyni universiteti bitiriblər. Onlar necə Rusiyada yaranmış bir platformadır, Rusiyada yaranmış təhsil platformasıdır. Onlar nə edirlər? Məsələn, Rusiya üzərində SNG-lərində, yəni nə edirlər? Onlar belə bir təhsil irəli sürürlər ki, təhsil bitirən hər bir gənc tam olaraq 100% işlə təmin olunacaq. Çünki Rusiya böyük bir ərazidir və iş şəbəkəsinin onsuz da onlar yəni qurublar və bu o mühit üçün çox mükəmməl bir şeydir. Artıq tələbə təhsil alanda bilir ki, 100% təhsilini uğurla bitirsə, işlə təmin ola biləcək. Bu, o sizin dediyiniz intellektual əmtəsini, intellektual bir projesini, məhsulunu bu şəkildə pazarlaya bilir. Biz də eyni bir siyasətlə istəyirik, yəni hədəfləmişik, amma əlbəttə ki, böyük çətinliklər var. Yox, üzərində çalışırıq, belə deyək, əməkdaşlıqlar eləyirik. Belə deyək ki, bir çox şirkətlə bunun texnoloji, IT çalışmaları gedir. Bir də ki, belə deyək ki, Rusiyadan, Türkiyədən, bir də ki, Avropadan, Brüssel Universiteti, Moskva Beynəlxalq Universiteti, Bursa Uludağ Universiteti
Bu universitetlərlə bizim belə deyək ki, elmi əməkdaşlığımız var. Yəni onlar hər şəkildə yəni bu proyektin inkişafına dəstək mövqeyindədirlər. Yəni çalışmalar gedir, araşdırmalar gedir. Bilirsiniz, iş dünyasında olan hər bir belə deyək ki, uzun müddət çalışan hər bir kəs bilir ki, uğurlu bir proyekti ortaya çıxarmaq birincisi çətindir, amma çətin olsa da sonunda çox böyük bir başarı deməkdir. Biz də bütün çətinlikləri öncədən də öngörmüşük, indi də hal-hazırda çox pozitiv çalışmalarımız gedir, hətta indidən şirkətlərlə danışırıq. İnşallah bizim ən böyük istəyimiz odur ki, tələbələrdən bu təhsil platformasına qatılmaq istəyənlər, hətta bizim akademiyanın içərisində staj keçmək, təcrübə keçmək istəyənlər buyurub qatıla bilərlər. Yəni stajda uğurlu keçən yoldaşlar staj sonunda bizimlə sabit, yəni tam zamanlı qalıb çalışa bilərlər. Rusiyadakı Big Branch şirkəti 1000 nəfərlik bir qrupadır. İlk başlayanda Anitoloji şirkəti, bu da Rusiyanın təhsil şirkətidir. Onlayn təhsil sahəsində işləyir. Bütün bu şirkətlərin hamısı belə deyək ki, bizimlə eyni bir mövqedən çıxış edirlər. Big Branch şirkəti ilk başlayanda deyək ki, kiçik bir tələbə, hətta deyim tələbə heyəti ilə başladılar. Daha sonrasında indi hal-hazırda ilk deyək ki, ilk projenin beta versiyasını irəli sürəndə 30 milyon investisiya aldılar. Daha sonra daha böyük investisiyalarla davam edilər. Yəni belə bir şey var. Uğurlu bir iş ortaya çıxardırsansa mütləq ki, sənə dəstək edənlər olur, mütləq ki, əməkdaşlıq edəcəyin yerlər olur. Yoldaş, onu davam edəcək iş modelində 10 milyon dolların üstündə yatırım cəlb etməyə və 3 milyon istifadəçiyə nail olur. Nitoloji şirkəti bu Rus şirkətidir. Yəni bu şirkətləri alqışlayırıq və onu da demək istəyirəm ki, mən Azərbaycandakı potensialı bundan daha da artır olduğuna, inanıma daha uğurlu olacağını düşünürəm. 20 şirkət siyasında iştirak edir Nitoloji şirkəti. Yəni bu qədər ilərləmə var. Daha sonraki Xan Akademiyası, bu Xan Akademiyası bu demək olar ki, tam olaraq sosial bir proyektdir. Bunu yaradan şəxs özü qarşılıqda təhsil alıbdır və bu da qlobal təsir göstərən bir layihədir. Bunlar hətta bizim burada Təhsil Nazirliyi ilə də Xan Akademiyasının əməkdaşlığı var. Düşünün ki, yəni bir təhsil proyekti bütün dünyaya yayıla bildi. O birisi şeyə keçənlərdən ADX 35 milyon istifadəçiyə çatan qlobal bir platformadır. 24 milyon da fəal şəkildə dərslərə qatılanlardır. Azərbaycanda da istifadəçiləri olduğunu bilirik zaten. Afganistan yardımcılardan növbəti bunu saxlayarsa, yəni bizim hədəfimiz nədir? Bizim hədəfimiz tələbələrin bacarıqlarını belə deyək, inkişaf etdirmək, texnologiya ilə, innovasiya ilə və onları özlərinin tapmasında yardımcı olmaq. Yəni ki, tələbə tək düşünməməli. Tutaq ki, mən marketing oxumuşam, yaxud da mən İngiliz dilində bitirmişəm, mən elə kültürün marketing dilində çalışacağım, yaxud yəni İngiliz dilində çalışacağım. Bizim təcrübə proqramının içərisində stajımız proqramı var, biz maksimum tələbə çalışırıq ki, həm şəxsi inkişafda, həm də ki, bazar inkişafda çox fərqli istəyinə uyğun
real iş dünyasında təcrübə qazana biləcək və real çətinlikləri görə biləcək. Sözünüz bilirsiniz ki, yəni indi bu dəqiqə belə deyək ki, hal-hazırda iş dünyasındakı ekosistemdə həmən gedib universiteti bitirdin, ya staja getmək istədin, həmən gedib onu sən təcrübə edə bilmirsən. Bu çox gözəl bir özəllikdir. Bizim digər şirkətlərdən olan çox bir fərqimiz odur ki, bizim tutmuş olduğumuz perspektiv bir qlobaldır. Yəni bizim hədəfimiz qlobal olduğuna görə bizim bütün çalışmalarımızı da qlobal etməyə çalışırıq və onun da əsasında tələbə üçün böyük bir belə deyək, şans əldə edə bilir, şans əldə etmə şansı ola bilir. Yəni ki, bizimlə çalışdığı zaman istəsə, belə deyək ki, bizimlə çalışmalar və praktiki bacarıqlar əldə edir. Eyni ilə bizimlə əməkdaşlıq edən şirkətlərlə də, misal üçün, indiyə kimi bizim danışdığımız şirkətlər arasında Microsoft, Google kimi şirkətlərlə biz bu təhsil layihəmizi danışmışıq. Yəni, həm bizdən də sertifikat alırlar, həm bizimlə əməkdaşlıq edən şirkətlərdən də IPM şirkəti kimi əməkdaşlıq sertifikat ala bilirlər, staj bitimində işte həm tövsiyə məktubu ala bilirlər, həm də qlobal, yəni multikultural bir şirkətdə çalışma imkanı sağlaya bilirlər. Ümumiyyətlə, bilirsiniz necə, insan nə qədər özü üçün fərqlilik yaratsa və nə qədər ideal, nə qədər çox fərqli multikultural mühitdə çalışsa, bir o qədər özünü zənginləşdirə bilir. Suallarınız varsa buyurun. Yəni, suallar olsa daha çox maraqlı olar, çünki belə monoloq kimi keçir. Əlimdən gəldiyinizə çalışıram ki, Salam. Babayeva Elnarə. Mən First School-da təhsil alıram hal-hazırda, yəni məktəbə qədər təhsildir. Və mən bilmək istəyirəm ki, əgər mən sizə müraciət eləsəm, bu sahə üzrə məni yönləndirə biləcəyiniz hər hansı bir yer varmı? Mən orada təcrübə əldə edim. Məktəbə qədər təhsil. Sizə müraciət edə bilərsiniz, bu təhsil platforması olduğu üçün, bu təhsil sahəsində oxumuş hər bir tələbəni dəyərləndirə bilir. Onsuz da ki, tədris müddətində tələbə oxuduğu ixtisasdan asılı olmayaraq əlavə bilik və bacarıqlar əldə edə bilir. Yəni, texniki olaraq təcrübə proqramına qatıla bilərsiniz. Və proqramın içərisində tələbə də öz seçiminə uyğun olaraq və yaxud öz hədəflərinə uyğun olaraq irəliləyə bilir. Ola bilir ki, məsələn, siz məktəbə qədər təhsil almışsınız, amma məsəl üçün idarə etmə koordinasiyada işləyə bilərsiniz, təhsil üzrə işləyə bilərsiniz, kurs analizi. Yəni, bu tipli platformalarda dediyim kimi, məsələn, Geekbrains şirkəti, Rusiyadakı şirkət, hal-hazırda ən məşhurdur. Azərbaycanda da onların əməkdaşlıqları var. 1000-ə yaxın əməkdaşı var. Niyə üçün? Çünki iş qlobal olduğu üçün, platforma qlobal olduğu üçün maksimum sayda insan gərəkli olur. Bu da yəni tələbəyə böyük bir, əslində bilirsiniz, tələbə fərqli perspektivdən baxsa, multikultural şirkətlərdə işləmək böyük zənginlik deməkdir. Çünki siz yalnız Azərbaycanlılarla çalışmırsınız, Türklərlə də çalışırsınız, məsələn, Almanlarla da çalışırsınız, Ruslarla çalışırsınız. Hər bir millətdən, hər bir insandan, necə kitab ki oxuyuruz, hər bir kitabda bir çox şey qazanırsınız, yəni bir çox təcrübə qazanabilirsiniz. Bu da insanın özünü zənginləşdirir. Hər bir mühitə uyğunlaşa bilir həmən insan və hər kəsi anlaya bilir, daha çox empati qura bilir. İşini də çox fərqli prizmalardan inkişaf etdirə bilir. Belə bir şey var. Yəni, müraciət edə bilsəz, belə bir proqram var bizdə, müraciət edə bilsəz, Allah, mən gəlim sizin yanınıza. tamam, gəl. Hər vaxtınız xeyir dostlar. Mənim adım Aynurədir. Bu yaxınlarda Orxan bəylə əməkdaşlığa başlamışıq. Sadəcə sizə demək istəyirəm ki, hal-hazırda bizim artıq yaşımız 30-ları keçib, sizin əlinizdə olan imkanları yaxşı qiymətləndirin. Biz tələbə olduğumuz dövrdə bu şərait bizə yaradılmırdı və bizim üçün belə bitməyən internet, əlimizin altında olan informasiyalar, kurslar, istədiyimiz hər nə var idisə, o qədər əl çatmaz idi ki, biz oturub televizorda baxırdıq, fikirləşirdik ki, nə yaxşı Amerikada belə gözəl şərait var tələbələr üçün, Türkiyədə başqa cür şərait var, amma biz özümüzü məhdudlaşdırılmış hiss edirdik. Düzdür, mən Orxan bəy kimi
bu qədər xırdalıqlara gedə bilmirəm, yəni texniki xırdalıqlara. Amma əgər içinizdəki hansısa bilik, bacarıq və vərdişləri inkişaf etdirmək istəyirsinizsə, fərqi yoxdur hansı sahədə. Çalışdığınız sahədən bir fərqli sahə olsun. İxtisasca mən də ingilis dili müəllimiyəm. Amma o qədər əlavə təlimlər almışam ki, çünki bəzən işə qəbul üçün harasa müraciət edəndə bizdən soruşurlar ki, hə, ingilis dilini bilirsən, bu dil bacarığı, bəs başqa hansı bacarığın var? Ola bilər ki, siz ingilis dilini dil kimi bilirsiniz, amma burada hansısa başqa bir sahədə özünüzdə staj proqramı əldə edirsiniz. Təsəvvür edin ki, gözəl bir şərait yaranır. Staj proqramı əldə edirsiniz və sonra bəyənirsiniz və şirkətlə əməkdaşlıq eləməyə başlayırsınız. Yəni, müasir dövrdə təcrübə göstərir ki, əgər biz nə qədər tez yaşda, nə qədər gənc yaşdan çalışmağa başlayırıqsa, o qədər də çox uğurlar əldə edirik. Təsəvvür edin ki, bir nəfər 20 yaşında başlayıb çalışmağa və artıq 30 yaşında onun 10 illik təcrübəsi olur. Bir də var, kimsə universiteti bitirir, ondan sonra magistraturanı bitirir, ondan sonra əskərliyə gedir və bu zaman o vaxtı uduzur və gəlib hansısa mühitə düşəndə o artıq adaptasiya dövrünü keçə bilmir. Xanım bayaq çox yaxşı qeyd elədi, soft skills, hard skills. Bəli, həyatda soft skills çox vacibdir, yəni yumuşaq bacarıqlar. Amma bizim hard skillsimiz, yəni sertifikatlarımız, aldığımız təhsil olmasa, mən bir şirkətə CV göndərirəm, onlar məni ora dəvət edəcəklərmi? Mənim yumuşaq bacarıqlarım çoxdur, amma onları inkişaf etdirmək üçün əvvəlcə məndə hard skills formalaşdırmalıyam. Mənim CV-imdə, necə deyərlər, o back olmalıdır ki, bəli, görsünlər ki, Aynurə buranı bitirib və hansısa artıq soft skills, yəni yumuşaq bacarıqları hesabına bizim şirkəti önə aparacaq. Ona görə düşünürəm ki, yararlanmağa dəyər və təşəkkür edirəm. Çox sağ olun. Gerçəkdən vaxtınızı dəyərləndirib bu tədbirə qatıldığınız üçün hər kəsə minnətdarlığımı bildirirəm. Əlimizdən gəldiyincə, yəni bir damla belə olsa, insanlarda bir addım belə olsa, əgər müsbətə doğru bir şey dəyişə bildiksə, bizim üçün bu çox böyük müvəffəqiyyətdir. Kiminsə yenə də sualı, fikri varsa yönləndirə bilərlər. Çünki artıq sonuna gəlmişdir. Buyurun. Təşəkkür edirəm. Bir sualım olacaq. Düşünürəm bu həm biraz geniş, həm də bütün auditoriya üçün spesifikdir. Niyə? Çünki ümumiyyətlə 10-11-ci sinifdən abituriyent vaxtı şagirdlərin düşündüyü tək belə bir şey olur ki, mən filan qədər bal toplamaq istəyirəm, məqsədim çox bal toplamaqdır, amma elə ixtisası düşünməmişəm. Və yaxud da ki, hansısa qrup üzrə ən yüksək balı olan ixtisası arzulayırlar. Bəlkə də maraqları ora yoxdur. Məhz o prestij üçün, o maraq üçün insanlar deyəcək, 660 balla hüquqa qəbul oldu. İnsanlar ona desə ki, 660 balla ingilis dili müəllimliyi və yaxud riyaziyyat müəllimliyi, bu insanların bunu deməsini istəmir. Sadəcə ən yüksək ballı ixtisas istəyir. Bu əslində bizim məktəb vaxtından elədiyimiz bir səhvdir. Mən bunu belə düşünürəm. Məsələn, hazırda bir çox karyera mərkəzləri, akademiyalar gəlir, universitetlərdən təlimlər keçirlər, karyera ilə bağlı. Düşünürəm ki, bu kimi təlimlərin məktəblərdə olması daha yaxşı olar. Çünki biz buradayıq, artıq müəyyən bir yolu tutmuşuq. Yəni, yolun 50%-nə gəlmişik, belə deyək. 4-cü kurslar elə laf çox gəlib. Amma məktəb vaxtından bu kimi qabaqlayıcı tədbirlər, yəni bu kimi profilaktik tədbirlərin görülməsi daha uyğun olar. Çünki biri var ki, bir şəxs 11-ci sinifdə oxuyur və hələ dəqiq bilmir. Gəlirlər onun məktəbində bu təlimi keçirlər, o təxminən beynində o xəritəni qurur. Və təlimdən nəsə öyrəndiyi zaman hələ də çox şey gec deyil. Düzdür, universitetdə də gec deyil. Və artıq o yolunu dəqiq seçir. Amma biri də var ki, universitetdə 4-cü kursda oxuyur, gəlirlər, bir təlim keçirlər, onun yolu başqa idi, fikri dəyişir və başlayır böhran vəziyyətinə düşməyə. Yəqin ki, fikrimi çatdıra bildim. Əslində, biz səhvi məktəb vaxtından edirik, yəni bu seçimi düzgün eləmirik. Bu, sadəcə mənim yanaşmam idi, bunu bildirdim. Sualım isə belə olacaq. Biz auditoriyada olan hər bir kəs belə zənn eləyək ki, siz bir rəhbərsiz və işə götürənsiz. Və bizim hamımızda namizədik. Siz bu namizədlərdə hansı bacarıqları axtarırsınız ki, o bacarıqlar onda olsa, mən onu özümə işçi götürəcəm və yaxud da gələcəkdə o mənim həmkarım olacaq. Sualınız çox dəyərlidir, fikrinizi də çox dəyərləndirirəm.
təbii ki, mənim də öz bir fikrim olacaq. Bəlkə də tədbirin sonunda ən sual perspektivli suallardan bir dənəsi idi. Belə deyək, dediyiniz doğrudur. Məktəb dövründən əslində bu fikirlər aşılanmalıdır, amma əlbəttə ki, yəni bu artıq daha böyük bir, belə deyək ki, dövlət səviyyəsində daha bir strategik, daha böyük bir qurum var. İnşallah bəlkə gələcəkdə bunları gerçəkləşdirmək olar. Yəni o tək bir şirkətin eləyə biləcəyi tam şəkildə iş deyil. Amma əlbəttə fikriniz dəyərlidir. Amma belə bir şey var da, biz yaşayırıq, nəfəs alırıq və həyatımızı davam etdiririk. Buna görə də biz belə deyək ki, biz ali məktəbdə oxuyan, bitirən tələbələri də dəyərləndiririk, bizim üçün dəyərlidir. Kolleclərdə, məsələn, dediyiniz kimi, ya peşə liseyində, ya da orta məktəb bitirən tələbələri də, yəni şagirdlərin də ki, o seçimləri bizim üçün dəyərlidir. Hal-hazırda bizim əlimizdəki imkan bu çərçivədə ki, biz universitetdən çalışa bilirik, çünki özəl bir şirkətik. İnşallah, yəni gələcəkdə onu bəlkə daha perspektivli, hökumətlə, dövlətlə danışıb onu daha perspektivli layihələr eləmək olar. Qaldı digər məsələyə ki, yəni seçimi eləməyə. Bilirsiniz necədir? O seçim, belə deyək, indi biz bir çox ölkə ilə, bir çox yerlə çalışmışıq. Şəxsi keyfiyyətlər birinci gəlir. Bu dünyanın hər yerindədir. Bilik, bacarıqlar, bir sözünüz var. Geniş mənada yox və cavabıma hansılar olaraq istəyirəm. Hansılar? Məsələn, şəxsi keyfiyyətlər çox geniş bir əhatədir. Məsələn, hamımız bilirik ki, işə qəbula gedən zaman bizim hamımızda şəxsi keyfiyyətlər üstün olmalıdır. Bunu hamımıza aiddir. Amma hansı şəxsi keyfiyyətlər daha üstün olmalıdır? Mən bu punktları sizdən istəyirəm. Yəni, dürüst bir insan, dürüst bir çalışan olması, işinə qarşı hörmətlə yanaşması, disiplinli olması, əməksevər insan olması və hədəflərinin olmasıdır. Yəni, hədəfləri olan bir insan, deyək ki, qarşısına hədəf qoyub ki, mən ilk sizdə işləyəcəm, amma mənim daha sonraki hədəfim filan bir mərkəzdə, filan bir bankda, hətta xaricdə gedib işləməkdir. O, hər bir şirkət üçün dəyərlidir. Çünki artıq o şəxs hədəfləri olan bir insan kimi dəyərləndirilir və o da məlumdur ki, hədəfi olan insan hər zaman çalışıb özünü yetişdirir. Özünü yetişdirən insan da hər bir şirkət üçün dəyərlidir. Və məsəl üçün bunları demək olar. Bilik bacarıqlarına baxılır, nələri bilir. Amma ümumi götürsək, insan bir şeyi bilib, bir şeyi bilməyə bilər. Bizə əsas olan odur ki, o insanın çalışma istədiyi, əməksevərliyi, işə qarşı dürüstlüyü və bunlar bizim üçün önəmlidir. Hər bir insan yetişdirilə bilər. Əsas odur ki, o insanın içində bir arzusu olsun. Arzusu olmayan insansa heç bir şeylə, heç bir maddi güclə, heç bir texniki təchizatla heç bir zaman işə cəlb etmək olmaz. Yəni, bu belə bir fikirdir. Əgər başqa bir sual yoxsa, var mı sual? Yoxsa hamıya təşəkkür edirəm. Yenidən minnətdarlığımı təşəkkür edirəm.